Son günlər sahilboyu ərazilərdə quşların tələf olması halları ilə bağlı məlumatlar yayılıb. Buzovna ərazisində müşahidə olunan bu mənzərə bunu deməyə əsas verir. Ərazidə müşahidə apararkən həqiqətən də quşların tələf olması faktları ilə rastlaşdıq. Balıqçılar son günlər tez-tez quş cəsədləri ilə qarşılaşdıqlarını deyirlər. Ərazidə hardasa bir aydan yuxarıdır ki, bunlar var, görsənir, müşahidə olunur ki, burada quş cəsədləri var. Nədən ölür, bunun səbəbi bilinmir. Oxşar mənzərə Xəzər dənizinin Xaçmaz rayonu ərazisində, xüsusilə Niyazabad kəndi yaxınlığında da müşahidə olunur. Hazırda biz Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilindəyik. Bu ərazidə yüzlərlə batağan cəsədinə rast gəlmək mümkündür. Bu əsas məsələ isə bu quşların hansı səbəbdən tələf olmasıdır. Yerli sakinlər quşların belə kütləvi ölüm halları ilə ilk dəfə rastlaşdıqlarını bildirirlər. 15 il bundan əvvələ qədər Xəzərin sahili başdan başa bataqlıq və göllərdən ibarət idi. Bu quşların da böyük yem bazası vardı. Məhv olma səbəbi mənim ehtimalıma görə yem bazasının azalmasıdır. Bunların da yemləri suda yaşayan xırda balıqlar, cücülər, qurbağalar və s. bu cür kimi xırda heyvanlardır. Bunlar Xəzər sahilindən göllərin quruması nəticəsində tamam yoxa çıxmış və bunların da yemi kəsildiyinə görə bu quşlar bu cür kütləvi tələf olmaya məruz qalmışlar. Birinci dəfədir belə şey olur. Mən 2-3 ildir dəniz qırağındayım, yəni birinci dəfədir belə şey görürəm. Yem çatışmamazlığından olar, xəstəliyindən nə xəstəlik ola bilər ki? Mütəxəssislər bildirirlər ki, müşahidə olunan vəziyyətin müxtəlif səbəbləri var və ehtimallar sırasında xəstəliklər də yer alır. Yaşdaşı yüzlərlə, minlərlə misal üçün olan sürüdən biri, ikisi, beşi, üçü xəstələnir və yaxud da dalğalı havada, küləkli havada dözə bilmirlər, fizioloji ölüm keçirdirlər. Və bu quşlar dediyimiz kimi bax belə faciəli kütləvi ölümləri ola bilər. Həm oradakı olan mazutlar ləkələrindən ki, onlar artıq üzə bilmirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, faktla bağlı məlumatlar aidiyyatı dövlət qurumları ilə birgə araşdırılır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən diaqnostik nümunələr götürülərək müayinələrə cəlb olunub. Sınaq nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək. Bakı, Abşeron və Sumqayıtda dənizkənarı ərazidə çöl quşlarının tələf olması ilə bağlı yayılan məlumatlar əsasında əraziyə baxış keçirilib və müvafiq araşdırmalar aparılıb. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən quş cəsədlərindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan sınaqların nəticələrinə əsasən hər hansı bir xüsusi heyvan xəstəliyi halı aşkar edilməyib. Qeyd edək ki, əsasən şirin su hövzələrində yaşayan batağanlara dənizdə qış aylarında miqrasiya vaxtı rast gəlinir. Bu quşlar ölkəmizə qışlamaq üçün köç edirlər. Şamilə Şamil qızı, Rauf Əhmədov, Elxan Axundov, Elçin Qurbanov, ASTV xəbər.